Qurban Bayramı bu il Azərbaycanda 27 may 2026-cı ilə təsadüf edir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi rəsmi məlumat yayıb. Bayram namazı 27 may 2026-cı il tarixində bütün məscidlərdə qılınacaq. Namaz vaxtları: Əjdərbəy məscidi saat 08, Təzəpir məscidi saat 09. Digər məscidlərdə də müvafiq vaxtlarda namaz qılınacaq. Bayram namazından sonra 27, 28 və 29 may tarixlərində 3 gün ərzində qurban kəsimi həyata keçirmək mümkündür. Qurbanlıq heyvan seçərkən vacib qaydalar: Heyvan tam sağlam olmalıdır. Xəstə, çox zəif, kör, topal və ya ciddi qüsurlu heyvanlar qurban kəsilməməlidir. Heyvanın yaşı şəriət qaydalarına uyğun olmalıdır. Kəsim zamanı heyvana əziyyət verilməməlidir. Mümkün qədər humanitar şəkildə aparılmalıdır. Qurban ətinin paylanması: Qurbanın əti əsasən ehtiyaclı insanlara paylanmalıdır. Xüsusilə kasıb ailələrə, yetimlərə, şəhid ailələrinə, imkansız qonşulara və köməyə ehtiyacı olan şəxslərə pay verilməsi tövsiyə olunur. Qohumlara, dostlara və tanışlara da pay vermək mümkündür. Qurban kəsən şəxs və onun ailə üzvləri də ətdən yeyə bilərlər. Qurban bayramının məqsədi paylaşmaq, mərhəmət göstərmək, ehtiyac içində olan insanlara kömək etmək və cəmiyyətdə birlik və həmrəylik yaratmaqdır. Allah hər kəsin qurbanını və dualarını qəbul etsin. Bayramınız mübarək, xeyirli və bərəkətli olsun. Rəsmi mənbə Qafqaz Müsəlmanları İdarəsi. Bu video yalnız məlumat xarakteri daşıyır.